Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bir daha salamlayırıq sizə əziz dostlar. Ramazan ayı boyunca Ayətullah Məkarim, Ayətullah Sistani və Ayətullah Xamni ağaların nəzərlərini siz əzizlərin diqqətinizə çatdırırıq. Bu məsələlərdən də biri ayın əvvəlinin sabit olması məsələsidir. Alimlərimiz buyururlar, bir neçə yol ilə ayın əvvəli sabit ola bilir. Bu yollardan biri şəxsin öz qənaətə çatması məsələsidir. Yəni, şəxs əgər yəqinə çatarsa, itminana, xatircəmliyə çatarsa, ayın əvvəlinin sabit olması məsələsində buyururlar, ayın əvvəli bu şəxs üçün sabit olmuş sayılır. Xatircəmliyə çatması və yaxud yəqinə çatması, məsələn, bir şəxsin özünün birbaşa ayı görməsi məsələsi. Məsələn, əgər bir şəxs özü birbaşa ayı görərsə, buyururlar ki, bu şəxs ayı görməklə yəqinə çatarsa, ayın əvvəli bu şəxs üçün sabitdir. Və yaxud bir məntəqədə insanların ayı görməsi məsələsi yayılarsa, hətta bu şəxs ayı özü belə görməzsə, bu xəbərlər vasitəsilə, bu məntəqədə yayılmış məsələ ilə bağlı, əgər bu şəxs özü xatircəmliyə çatarsa, alimlərimiz buyururlar, bu şəxs artıq ayın əvvəlini qeyd edə bilər. Bu birinci yolu. İkinci yolu, iki adil şəxsin xəbər verməsi məsələsidir. Yəni, iki adil şəxs xəbər verərsə, hətta bu məsələdə itminana çatmasa, bir şəxs itminana çatmasa belə və müqabilində də ziddiyyəti olmazsa, bu xəbərin əks, belə deyək, xəbəri yayılmazsa, bu halda da iki adil şəxs əgər xəbər verərsə, alimlərimiz buyururlar, bu halda da ayın əvvəli sabit olmuş sayılır. Üçüncü yolu isə köhnə aydan 30 gün keçməsi məsələsidir ki, buyururlar, əgər bir aydan 30 gün keçərsə, artıq 31-ci gün, yəni o yeni ayın başlanmasına dəlalət edir. Yəni, 31-ci gün artıq yeni ay hesab olunur. Dördüncü yol isə hakim-i şər'inin, yəni adil olan müctehidin hökm verməsi məsələsidir ki, bu məsələdə Ayətullah Xamni və Ayətullah Məkarim ağalar buyururlar ki, əgər bir adil hakim hökm verərsə, ayın görünməsi məsələsində, ayın əvvəlinin sabit olması məsələsində, hətta şəxs xatircəmliyə çatmasa belə, ayın əvvəli sabit olmuş sayılır. Amma Ayətullah Sistaniyə gəlincə isə, Ayətullah Sistani bu məsələdə fərqli baxışdadır. Buyurur ki, əgər hakim-i şər'i, müctehid, adil olan şəxs hökm versə belə, bu ayın əvvəlinin sabit olmasına dəlalət, məgər ki, mükəlləf, şəxs adil olan müctehidin sözünə əgər xatircəm olarsa, yəqin taparsa, ayın əvvəlinin sabit olması məsələsində, artıq bu məsələdə özünün xatircəmliyi, özünün yəqinə çatması məsələsi onun üçün hüccət olacaq və bu halda ayın əvvəlini yeni aydan hesab edə bilər. Amma ayın əvvəlində ki, biz dedik ki, bu məsələlərdən biri şəxsin özünün yəqinə çatması məsələsidir. Bu məsələdə diqqət olması, məsələ bundan ibarətdir ki, əgər bir şəxs gözlə ayı görərsə, biz dedik, bu şəxs yəqinə çatır gözlə gördükdə və ayın əvvəli onun üçün sabit olur. Bu məsələdə alimlərimiz nəzərləri gözlə görmək məsələsində, ayın gözlə görünməsi məsələsində nəzərləri müxtəlifdir. Ayətullah Sistani və Ayətullah Məkarim ağaların nəzərinə əsasən ayı birbaşa şəxsin gözlə görməsi lazımdır. Məsələn, hər hansısa bir teleskopdan, hər hansısa bir yaxınlaşdırıcı vasitələrdən istifadə etməklə ayın görməsi, alimlərimiz buyurur ki, bu ayın görünməsinə dəlalət eləmir, bu ayın başlanğıcına dəlalət eləmir. Amma Ayətullah Xamneyinin nəzərinə gəlincə isə ay eynəklə, hətta teleskopla belə görünsə, ayın əvvəlinin sabit olması, ayın əvvəlinin sabit olması olur, ayın əvvəli sabit olur. Amma bu məsələdə diqqət eləmək lazımdır. Ayətullah Xamney ki, deyir teleskopla ayı görmək, burada
ayı birbaşa teleskopdan seyr etməyi nəzərdə tutur. Əgər ay, yəni teleskopla görünərsə, birbaşa, yəni gözlə görünərsə, burada yəni heç bir problem görmür. Amma teleskopu məsələn hər hansısa bir kompüterlə bağlayarlarsa, məsələn teleskopa kompüter vasitəsilə baxarlarsa və yaxud teleskopla ayın şəklini çəkərlərsə, sonra şəklə baxarlarsa, əgər ay kompüterə yəni düşərsə və yaxud o şəklin üzərində düşərsə, sonradan onu gözlə görürsə, bunu yəni sabit olmasını, yəni bu Ayətullah Xamneyinin də yanında ayın əvvəlinin sabit olmasına dəlalət eləmir. Əgər bir şəxs şəkk eləyərsə, ayın yəni əvvəli sabit olub yoxsa yox, məsələn bir şəxs Ramazan ayıdır, Ramazan ayı orucları tutur, şəkk edir. Fərz edək münəccimlər ayın görünməsini xəbər veriblər, bu şəxs də şəkk edir ki, aya bu münəccimlər teleskopa baxanda birbaşa ayı seyr ediblər teleskopdan və yaxud teleskopla yox, adi gözlə görüblər və yaxud teleskopu yəni teleskopla baxdıqda teleskopa hər hansısa bir belə deyək, kompüter vasitələrindən istifadə etməklə ay seyr ediblər, yəni hər hansısa bir üçüncü bir vasitə ilə ayı seyr ediblər. Əgər bu barədə şəkk eləsə, şəkk elədiyi vaxtda da bu şəxsin yəni orucu tutması ona vacibdir. Nə qədər ki 30 gün tamam olmayıb, yəni 29 gün Ramazan ayıdırsa, məsələn bir gündə şəkk eləyir. Bilmir ki, ay ki, xəbər ki verilir, yəni ay gözlə görüblər yoxsa aparatla görüblər. Aparatla görüblərsə, aparatla birbaşa seyr ediblər, yoxsa vasitə ilə seyr ediblər. Bu halda şəxs yəni orucunu, o günün orucunu ona tutmaq vacibdir, açmaq olmaz. Məgər ki 30 gün yəni o şəxs üçün tamamlanmış olsun. Və həmçinin zindanda olan şəxslər də və yaxud hər hansı bir şəxslər ki, onlara xəbərin çatması, məsələn, yetişmir, onlara xəbər gəlib çatmır, bunlar da şəkdədirlər. Bilmirlər 29 gün oruc tutublar, 30-cu günü bayram günüdür, ayın əvvəli sabit olub yoxsa yox. Bu halda da bu şəxslər gərəkdir öz oruclarını tutsunlar, nə qədər ki yəqinə çatmayıblar, nə qədər ki dediyimiz yollarla onlara sabit olmayıb, ayın əvvəli gərəkdir öz oruclarını adi qaydada tutsunlar. Bəli, sonradan məlum olsa ki, gün ərzində bunlara məsələn xəbər çatsa ki, məsələn dünənlərə ay görünüb, iki adil xəbər versə, şəxs iki adil məsələn kişi xəbər versə, bu halda məsələn günün ortasında belə olsa orucunu bu şəxs açacaqdır bayram günü olduğuna görə. Başqa bir məsələ burada bundan ibarətdir ki, əgər bir şəxs bir məntəqədədir, onun məntəqəsində ay görünəndə, aya digər məntəqələrdə də ayın görünməsinə bu dəlildir, yəni ayın görünməsi sabitdir, yəni ayın əvvəli digər məntəqələr üçün də sabitdir. Burada alimlərimizin nəzərləri bu cürdür ki, Ayətullah Sistani və Ayətullah Xamneyə görə, yəni əgər şəhərlər, yəni o şəhərdə ki ay görünüb, digər şəhərlər ki onun üfüqündədir, yəni həm üfüqündədir, yəni eyni üfüqündədir, buyururlar ki, o şəhərlər üçün də ayın əvvəli sabit olunmuş sayılır. Həm üfüq dedikdə Ayətullah Sistani və Ayətullah Xamneyi ağaların nəzərlərinə görə buyururlar ki, həm üfüq dedikdə, yəni ay görünən məntəqədə hər zaman ay görünərsə, o digər məntəqələrdə də ayın görünməsi lazım gələrsə, yəni bu məntəqədə həmişə ay görünəndə, digər məntəqədə də həmişə ay görünür. Yəni hesablamalara görə və yaxud yəni ay həmişə belə yəni tulu elədiyinə görə, ay bu cürünə çıxdığına görə, yəni bir məntəqədə, yəni A məntəqəsində ay görünəndə B məntəqəsində həmişə ay görünür. Əgər bu cür olsa, o digər məntəqələr üçün də yəni ayın görünməsi sabit olun. Yəni A məntəqəsində əgər görünsə, B məntəqəsində də görünmüş sayılacaq. Yəni həm üfüq dedikdə onların məqsədləri budur. Amma Ayətullah Məkarim Şirazi ağanın nəzərinə görə isə həm üfüq
yəni yaxın olan şəhərlər nəzərdə tutulur. Məsələn, əgər bir şəhər mərkəzdədirsə, onun ətrafında olan, yaxınında olan, qonşu olan məntəqələr, şəhərlər onun həm üfüqü sayılır. Yaxın olan şəhərlər təqribən hətta İranın mərkəzində və yaxud Azərbaycanın mərkəzində ay görünərsə, digər şəhərləri üçün də kifayət eləyər. Və həmçinin Ayətullah Məqarimin nəzərinə görə qərb tərəfdə ay əgər sabit olarsa, məsələn Bakıda ay görünərsə, Gəncədə də ayın görünməyi artıq sabit olmuş sayılır. Yəni əgər bir şəxs Bakıda ayı görərsə, xəbər verərsə Gəncə əhlinə, bu Gəncə əhli də bundan yəni olarlarsa, yəni itminana çatarlarsa, xatircəmlik çatarlarsa, bu şəxs onlara doğru xəbər deyir. Yəni Bakıda ay görünüb, artıq onlar üçün də, Gəncə əhli üçün də ayın əvvəlinin sabit olması sayılır.